Şəklini bu vəziyyətə gətirmək istəyirsənsə, o halda bu videonu izlə. Çünki bunu necə edəcəyimi indi sənə öyrədəcəm. Browserimizə daxil olub internetdən bir keyfiyyəti aşağı olan şəkil tapaq. Mən burada heyvanlardan yazacağam, olan tükləri var. Kət yazıram. Kətlərdən bir şəkil tapaq, seçək, görək daha yaxşı tükü olan, necə və çözünürlüyü aşağı olan şəkil. Məsələn, bu əslində yaxşıdır, amma biraz AI ilə hazırlanmış versiyona oxşayır. Biraz da aşağı düşək ki, ətrafda daş falan da olsun, ağ rəngi olmasın tək. Bu pişiyə baxaq məsələn. Bu pişik balaca çözünürlüyü yoxdur, yəni zəif, keyfiyyətsiz şəkli yoxdur. Buna baxaq. Bu da okeydir, amma biraz tündür. İstəyirəm tam aydın sizə tekstur fərqini göstərəcək bir şəkil tapa bilim. Biz aşağı düşək. Buna baxaq. Bunun ətrafda sonra başqa şeylər də olsun. Məsələn, daşlar tam aydın düşəcək formada. Məsələn, bunun 208-nə baxaq. Çox keyfiyyətsizdir. İndi bunun yüksək çözünürlüyünə baxaq. Burada da yüksək görünüşə sahibdir. Daşlar zətdə. Məsələn, bu şəkil olar. Bu şəklin tamamilə zəif bir formatını yükləyirik. Bu gördüyünüz kimi keyfiyyəti aşağı bir formatdır. Daxil oluruq. Biz browserin axtarış hissəsinə yazırıq. Nano Banana Pro. Açılan panellərdən birinciyə daxil oluruq ki, hansı bu AI funksiyası şəkillərin generasiyası üçündür. Gemini üzərindən istifadə edirik. Məsələn, siz ChatGPT-də şəkil hazırlayarkən hansı ki bu AI vasitəsilə olunur. Nano Banana Pro, yəni ən son model olaraq şəkillərin ən yaxşı keyfiyyətdə çıxaran bir prompt AI vasitəsidir. Biz buradan Try Nano Banana 2-yə toxunaraq açılır bizim panelimiz. Panel açarsan bu cür bir formada olur. Həmin yüklədiyimiz şəkli, yəni zəif olan çözünürlükdə olan şəkli add files edib upload files'dan həmin şəkli bura yükləyirik. Həmin şəkil böyük ehtimal bu şəkil formatında yüklənməyib. Baxın, bu şəkil formatında yüklənməyib. Gəlin onda başqa bir şəkil seçək. Add files hissəsindən upload files hissəsinə buradan şəkli seçirik. Buradan tool hissəsinə toxunaraq bir dəqiqə yeniləyək paneli. Çünki panel yenilənməlidir. Upload file hissəsindən şəkli seçirik. Create image seçirik. Sizə verəcəyim bu promptu kopyalayırıq. Yapışdırırıq bura. Və Pro versiyonu, yəni ən son versiyonu seçərək biz şəkli generasiyaya göndəririk. Bir neçə saniyə və yox, bir neçə dəqiqədən sonra bizim keyfiyyətli şəklimiz 4K çözünürlükdə olan şəklimiz ortaya çıxacaq və fərqi görəcəyik. Bir neçə saniyədən sonra şəklimiz artıq hazırdır. Biz bu şəkli yükləyirik və yükləyib şəklin arasındakı müqayisəyə baxacağıq. Deməli, bizim köhnə keyfiyyətsiz şəklimiz budur. Keyfiyyətsiz şəklimizi tam ölçü ilə yaxınlaşdırıb baxaq. Generasiya elədiyimiz yeni şəklimiz isə budur. Aradakı fərqi müqayisə edək. Biraz balacalaşdırın bunu. Bunu da eyni səviyyəyə gətirin. Tamam, bu bizim zəif şəklimizdir. Bu ise bizim yeni promptdan çıxmış, generasiya olmuş həmin şəklimiz. Hansı fikir verin, teksturanın necə təmiz, real bir tük üzərində işləyir. Yəni bunun bu qədər detallı olması çox önəmlidir və şəkildə bu çox fərqli olaraq hiss olunur. Məsələn, keyfiyyətsiz şəkli necə dəqiq, detallı olaraq işləyə bilir. Bunu əsasən siz real şəkillərinizdə yoxlaya bilərsiniz ki, mən dəfələrdən yoxlamışam, çox yaxşı nəticə alıram, ortada fərq qanı-qayda bilinir və burada da gördüyünüz kimi zəif bir şəkli Pro versiyonu gətirmək mümkündür. Hansısa siz köhnə şəkillərinizi, keyfiyyəti zəif olmuş, köhnədən olan şəkilləri telefonla çəkib, bu promptda bu AI-nı istifadə edərək bu cür yüksək səviyyədə həmin şəkli sanki yüksək səviyyədə çəkilmiş bir kamera ilə əldə etmiş ola bilərsiniz. Videoya 500 like gələrsə aşağıdakı promptu qeyd edəcəm. Videoda faydalı oldusa dostlarla paylaşmağı və like atmağı unutma. Abunə ol ki, növbəti bu tip faydalı videolardan məlumatlı olasan.